Son günlər Kür çayında suyun səviyyəsində yenidən kəskin azalma müşahidə edilir. Çayda yerləşdirilən su nasoslarının məhsuldar işləməməsi sakinlər üçün çətinliklər yaradır. Ətraflı sujetdə. Kür çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi ən çox Salyan və Neftçala rayonlarında hiss olunur. Sakinlərin dediyinə görə yanvar-fevral aylarında çayda suyun səviyyəsi yuxarı olub. Lakin indiki vəziyyətdə o qədər də ürəkaçan deyil. Belə ki, çayda irili xırdalı adalar və yarımadalar əmələ gəlib. Eyni zamanda su nasoslarının işləməsində çətinliklər yarandığı üçün dibdərinləşdirmə işlərinə başlanılıb. Bir ay bundan əvvəl Kürün səviyyəsi demək olar çox normal idi. Düz bura qədər gəlib çıxma, bu yaşıllığa qədər gəlib çıxmışdı. Harca 60-70 metrə aşağı düşüb. Bu da Salyan cəmaatının çətinliklər yaradır. Cəmaatın əksəriyyəti demək olar ki, Kür çayından istifadə edirlər. İndi biz məcbur olmuşuq nasosların yerini dəyişək. Bu da dəyişmək çətinliklər yaranır. Bu indi qocası var, xəstəsi var. Yəni o Kürün qırağına gəlib getmək, palçığa girib çıxmaq çətinliklər yaradır. İndi yazdır, hamı gözləyir ki, Kür qalxacaq. Əksinə qışda bundan çox idi su. Həyətyanı sahələr, nə bilim, pay torpaqları sulanmaq ərəfəsidir. Su aşağı səviyyədədir. Belə getsə daha da aşağı düşəcək, çətinlik olacaq. Şəxsən bizim həyətimizdə hətta heyvanqaraya pulla aldığımız sudan veririk. Yaxınlarda su yoxdur. Ola bilsin kəndin bəzi hissələrində var, bizi tərəflərdə su yoxdur. Ekspertlərin fikrincə, normalda Kür çayı yaz fəslində bol sulluluq dövrünü yaşamalıdır. Lakin çayda suyun səviyyəsi azalmaqda davam edir ki, bunun da bir çox səbəbləri var. Əsas amillərdən biri, ümumiyyətlə, ekoloji cəhətdən pozuntular bunlarda. Çünki yağıntıların vaxtı-vaxtsız düşməsin olur və ya da uzun müddət quraqlıqlar. Sonra suvarma sisteminin güclü nasoslar vasitəsilə əkin yerinə çatdırması üçün mövsümi xarakterdə. Suyun bol olan vaxtında da onlar eyni vaxtda işləyəndə Kürün də səviyyəsi aşağı düşür. Üçüncüsü insan faktorudur ki, ona yanaşanda qənimətlə istifadə olunmur. Kürdə suyun səviyyəsinin kəskin aşağı düşməsi təkcə insanlar üçün çətinliklər yaratmır. Həm də çayın bioloji resurslarına da ciddi təsir göstərir. Qeyd edək ki, martın əvvəlindən indiyədək Kürdə suyun səviyyəsi 2 metrdən çox aşağı düşüb. Mühafizə bəndi ilə çayın arasındakı məsafə 12-15 metrə çatıb. Əyyub Məmmədov, Kürçaylı Məmmədov, Salyan, Neftçala.